İmam Zaman əleyhissalam gələndə Həzrətin ən yaxşı xidmətçiləri, ən yaxşı köməkçiləri, yəni o İslam sivilizasiyasını kamil şəkildə ilahi hakimiyyəti yer üzündə bərqərar etmək üçün ağanın kimlər yardımçısı ola bilər, kimlər köməkçiləri ola bilər? O adamlar ki, qeybət zamanında həqiqətən də ağanın bu təfəkküründən xəbərdardır və özünü tətbiq eləyib, həyatını onunla tətbiq eləyib, həyatında bunu yaşayıbdır. Uyğunlaşma var. Bəli, uyğunlaşıbdır. Yəni İmam Zaman əleyhissalamın ən ali hədəfi nədir? Bəşəriyyə. Elə həmin o hədəf ki, Allah Taala insanı yaradıbdır. O hədəf əsasında. O hədəf budur ki, insanlar ilahi mərifətin, Allahı tanımaqlığın ən yüksək mərtəbəsinə çatsınlar. Bütün varlıq aləmi bunun üçün zuhura gəlib, bunun üçün var olubdur. Allah Taala varlıq aləmini bunun üçün yaradıbdır. Ki, insanlar Allahı tanımaqlığın ən yüksək mərtəbəsinə çatsınlar. İlahi qürbün ən yüksək mərtəbəsinə çatsınlar. İnsanın kamalı budur. Bundadır. Bundan başqa bir şey deyil. Kimlər İmam Zaman əleyhissalamın yavəri ola bilər? O adamlar ki, qeybət zamanında həqiqətən də öz şəxsi fərdi həyatına baxmayaraq ki, hansı mühitdə yaşayır, İslami və ilahi həyat tərzi qurur özünə. Öz şəxsi həyat. Bu, diqqət edirsiniz, nəyə görə Allaha gedən yol, Allaha gedən qapı, fərqi yoxdur, hansı mühitdə olur olsun, bütün insanların üzünə açıqdır. Burada çox insanlar yanlışlığa var, məktəbi dərk eləməkdə. Məktəbin də, bəzi insanlar elə bilir ki, çünki bunlar yaxşı mühitdə deyil, bunların üzünə qapı bağlıdır. Xeyr, İslamın sözü budur ki, xeyr, belə deyil. Nə üçün bütün bəşəriyyətin üzünə qapı açıqdır? Buna xatir ki, Allaha gedən yol məgər hardan keçir ki? İnsandan xaric deyil. Hər bir şey sənin öz batinində, öz qəlbindədir. Allaha gedən yol sənin öz içindədir. Sən bir dənə öz evində, fərqi yoxdur hansı mühitdə yaşayırsan yaşa. Bir dənə məsələn öz qəzəbi və hakim olmaqla, misal olaraq deyirəm, bir dənə rəzilə sifət yaranır insanda, məsələn, qəzəbin müqabilində dayanmayanda. Qəzəb məsələn ifrat dərəcədə olanda. Qəzəb özü bir nemətdir. Qəzəb olmasa müzahid olmaz, düşmənlərlə mübarizə olmaz. İnsan öz məsələn fərzili vətənindən, qeyrətindən, namusundan, dinindən müdafiə edir. Bu qəzəb hissidir ki, düşmənin müqabilində Allahın verdiyi böyük bir nemətdir insanın vücudunda. Allah insanı kamil yaradıbdır. Sadəcə olaraq insan gərək o xislətlərin müqabilində dayana. Nə ifrat elə, nə təfrit. İfrat olsa bir başqa rəzil sifət yaranır insanda, təfrit olsa bir başqa sifət yaranır. Misal olaraq deyirəm, fərqi yoxdur insan hansı mühitdə yaşayır, yaşasın. Qəzəb ki, insana gələndə onun üçün heç bir fərqi yoxdur ki, bu məsələn İmam Zaman hökumətində yaşadığı ilahi hökmü ya hansı bir, bu şəxsi bir məsələdir. Hər kəs, o adam ki, şəxsi öz həyatında məsələn qəzəbinin müqamında dayanmırsa, onun üçün fərqi yoxdur cəmiyyətdə kim necə yaşayır, nə cürdür, mühit necə olur olsun, onun üçün elə bir əhəmiyyət kəsb eləmir. Odur ki, Allaha gedən yol bütün bəşəriyyətin üzünə açıqdır. Necə? Çünki Allaha gedən yol hər bir insan öz qəlbindədir. Nə çox insanlar ki, ən pis mühitdə yaşayıblar, amma baxırsan ki, ən böyük məqamlara çatıblar. O, yəni qəzəbin müqamında dayanmaqla, səbrlə, təhəmmüllə. Bir mətləb yadıma düşdü. Əbu Əli Sina, ki İbn Sina kimi məşhurdur dünyada. Ondan nəql olmuş ki, bir dəfə bir dənə arif olub, böyük arif, təqribən 4-cü, 5-ci əsrlərdə yaşamış Əbul Həsən Xərraqi. Böyük ariflərdəndir. Adı Urəfanın kitablarında, yəni zikr olunur böyük ariflər kimi Əbul Həsən Xərraqi. Bəli. Bu İbn Sina bunun şan şöhrətini eşidir, istəyir ki, getsin bunu görsün. Gedir bunun evini tapır, qapını döyür, xanımı açır qapını. Buyurur ki, cənab Xərqani hardadır? Xərqan İranda bir məntəqədir, yer adıdır. Bu cənab Xərqani, Şeyx Əbul Həsən Xərqani hardadır? Gəlmişəm onu görməyə. Arvadı buna deyir ki, sənin nə işin var o zindiqlə, o kəzzabla? Zindiq, yəni dindən çıxan, kəzzab, yəni yalancı, çox-çox yalan danışan xanımı deyir. Başlayır bunun dalıca çox-çox söyüşlər söyməyə. Bu gedib səhraya odun gətirməyə. Sonra bu təəccüb eləyir ki, belə bir böyük şəxsiyyət bunun xanımı bu cürlə, çoxu da əxlaqla. Gedir səhrada bunu tapsın, bunu görüşünə geçsin ki, bu böyük arifin. Gedəndə görür ki, bu
odunları bir dənə şirin belinə yığıbdı. Odunu şirlə daşıyır. Çox təəccüb eləyir. Çox təəccüb eləyir ki, bu nə haldır? Bu şirlə, bu şirin bundan işi yoxdur. Gəlir təəccüblə baxır buna, deyir ki, bu nədir, bu nə vəziyyətdir? Bu da arif olur, bilir, başa düşür ki, bu gedib bunun evinə, o xanımı buna nələr eşidib ondan. Deyir ki, bax, biz o canavardan məqsəd o xanımıdır. Deyir, biz o neçə ki biz o canavarın əgər yükünü daşımasaq, yəni ona səbr eləməsək, ondan bir yerdə yaşamasaq bu cür nə? Deyir, necə ki o canavarın yükünü daşımasaq, bu şir bizim yükümüzü daşıyan deyil. Biz o canavarın gərək yükünü daşıyaq ki, bu şir də bizim yükümüzdür. Bəli.